Gəlin bugün çoxlarımızın beynində bəlkə də sadə bir təsəvvürlə yer alan, amma Quranın öz mətnində tamamilə fərqli bir mənzərə təqdim edən bir anlayışa baş vuraq. Mələklər, yəni Qurandakı adıyla mələikə. Və burada əsas sual budur. Bu söz bir varlığımı təsvir edir, yoxsa tamamilə fərqli bir şeyi, yəni bir halı? Gəlin bir anlıq dayanaq və düşünək. Mələk sözünü eşidəndə sizin ağlınıza ilk nə gəlir? Demək olar ki, əminəm, hamımızın zehnində az-çox eyni bir görüntü canlanır, elə deyilmi? Bəli, yəqin ki, məhz bu görüntü. Qanadlı, nurani bir varlıq. Amma ən maraqlısı bilirsiniz nədir? Mənbələrə görə bu populyar təsvir, bu hamımıza tanış olan şəkil birbaşa Quranın özündən qaynaqlanmır. Bu, daha çox sonradan formalaşan ənənələrin, rəvayətlərin məhsuludur. Gəlin bu məsələnin dərinliyinə gedək və cavabı mətnin özündə axtaraq. Yaxşı, amma bu dərinliyə getməzdən əvvəl gəlin özümüzə bir neçə qayda qoyaq, bir növ yol xəritəsi cızaq, çünki məqsədimiz kiminsə şəxsi fikrini təkrarlamaq deyil, birbaşa mətnin özünün nə dediyini anlamağa çalışmaqdır. Qaydalarımız əslində çox sadə və məntiqlidir. Birincisi, Quranı başa düşmək üçün yenə Quranın özünə müraciət edəcəyik. Yəni bir ayəni digər ayələrin köməyi ilə anlamağa çalışacağıq. İkincisi, sözlərin orijinal kök mənasına inəcəyik, çünki əsl məna orada gizlidir. Üçüncüsü, ortaya çıxan nəticə mətnin heç bir yeri ilə ziddiyyət təşkil etməməlidir. Və bəlkə də ən vacibi dördüncü qayda. Kənardan, yəni sonradan yaranan ənənələrdən, rivayətlərdən, folklordan heç bir element qatmırıq. Yalnız və yalnız mətnin özü. Oldu, qaydalarımız bəllidir. İndi gəlin bu çərçivədə dəlilləri toplamağa başlayaq. Quran mələkə haqqında danışanda daha çox onların necə göründüyünə mi, yoxsa nə iş gördüyünə mi fokuslanır? Bax, bu sual çox önəmlidir. Gəlin görək. Qurana baxanda görürük ki, mələikədən danışanda onların fiziki xüsusiyyətləri demək olar ki, heç təsvir edilmir. Bütün vurğu onların funksiyası üzərindədir. Nə edirlər? İlahi əmrləri yerinə getirirlər. Vəhyi, yəni mesajı çatdırırlar. Və ən əsası, bu mesajı çatdıranda ona nəyisə əlavə etmirlər. Ondan nəsə azaltmırlar. Yəni tam bir etibarlılıqla, qüsursuz şəkildə hərəkət edirlər. Baxın, bu ayə də məhz bu fikri mükəmməl şəkildə təsdiqləyir. Əsas mesaj nədir? Onlar əmrə qarşı çıxmırlar və nə əmr olunursa onu dəqiqliklə edirlər. Yəni, bütün məsələ qüsursuz, səhvsiz bir funksiyanın icrasıdır. Söhbət itaatsizliyin və səhsin mümkün olmamasından gedir. Yaxşı, funksiyanı, yəni onların nə etdiyini anladıq. Amma bəlkə də ən böyük ipucu elə sözün özündə, onun kökündə gizlidir. Gəlin indi mələikə sözünün etimologiyasına, yəni mənşəyinə daha dərindən baxaq. Və budur. Deyə bilərik ki, araşdırmamızın ən kritik nöqtəsi. Mələikə sözü ərəb dilində m-l-k kökündən yaranıb. Bu kökün mənalarına baxanda isə görürük ki, söhbət hakimiyyət